Hər həftənin qonağı olan 1-ci Qarabağ müharibəsində iştirak etmiş, barıt qoxusuna yaxşı bələd olan hərbi ekspertimiz Arzu Nağıyev də məhz bu mətləblərdən bizi xəbərdar edəcək. Bu helikopter hadisəsindən sonra danışıqlara təsir edəcək amillər mütləq olacaqdır. Çünki ermənilər, necə deyil, istər MDB məkanında, istər digər qurumların himayəsi altında Azərbaycana qarşı müəyyən təpkilər göstərəcəklər. Bunlar müxtəlif formada özlərini büruzə verə bilər. İstər cəbhə bölgəsində, istər sərhədyanı Ermənistanla rayonlarda və müxtəlif sahələrdə bu yəqin ki, özünü büruzə verəcəkdir. Bu baxımdan Azərbaycan xalqı, hər bir Azərbaycan vətəndaşı, Azərbaycan ordusu bunlar hər cür provokasiyaya, hər cür təpkiyə hazır olmalıdır. Yəni, mən belə başa düşürəm ki, artıq, necə deyirlər, ermənilər hiss elədi ki, Azərbaycanın qüvvəsi var. Eyni zamanda bu Azərbaycan xalqı arasında bir ruh yüksəkliyinə səbəb olub. Yəni, bu kiçik bir qələbə olsa da, necə deyərlər, 90-cı illərdən sonra ermənilərin aldığı ən ağır zərbələrdən biridir. Bu, erməni ordusunda da, erməni zabitləri arasında da bir necə deyirlər, ruhdan düşmə prosesi gedir. Yəni, onlar hiss elədi ki, tək siyasətlə, tək diasporanın maddi və maliyyə vəsaitinlə müharibə udmaq qeyri-mümkündür. Bu, bizim ərazidir. Son əskər, erməni əskəri bu ərazini tərk edənə qədər bizim mübarizəmiz davam edəcək və davam etməlidir.